Millət vəkili pis olanda aparırlar, eksklüziv xəstəxanalarda yatsıdırırlar. Mən niyə məştəqada yatmalıyam? 11 min eləyib millət vəkilinin şeyini, maaşını. Vəfat edən qazi Kənan Aşurov bu çıxışı ilə yadda qalıb. Mən niyə kimsə öz cibindən müalicə etdirməli da qardaş? Nəyə yaranı bizi bari sigorta? 15 gündür mən yığıram, 15 gündür mən yığıram. Hələ ambulans gəlib çıxmayıb, Quran haqqı. Aprel döyüşlərinin və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olan Kənan Aşurov, müharibədən sonra sosial və tibbi problemlərlə üzləşən qazilərdən biri idi. 630 manat mənlə bax qardaş, 150 manat kirayəm. 5 nəfər ailə, qızımla bir yerdə 6 nəfər, evdə də işləyən yox, mən nətər ödəyim? Bəs müalicəmi necə edir? Müalicəmi öz cibimdən alsa kiməsə yalvarıram, mən müalicə elətdir. O döyüşlər zamanı aldığı beyin sarsıntısı nəticəsində həm fiziki, həm də psixoloji çətinliklər yaşayırdı. Həkim mənə 156 dərman yazıb, bunlar 100-ün kəsib 56-sını verirlər. Deyir, ged ürəyin nə istəyir elə biz beləyik. Bu nədir, bizi yaşadan fondu, yoxsa bu öldürən fondudur bizi? Kənan Aşurov özünə qəsd edən başqa bir müharibə iştirakçısı haqqında danışarkən belə deyirdi. O qardaşla maraqlansalar özünü yandırmaz. Niyə maraqlanmırlar, hə? Bu yandırıb sonra növbəti yandıranda mən olacam. Bu olacaq, o biri olacaq. Niyə bizi dövlətlə qabaq-qabağa qoyurlar bunlar? Qazi yoldaşları məzarı başında ictimaiyyətə müraciət ediblər. Fevral ayından bura 4-cü qazimiz dünyasında. Kənan kimi nə qədər oğlan burada yatmalıdır ki, daha bu problem həllini tapsın. İşsizlik, problemlərin, borclar, çətinliklər bitən deyil, taran deyil. Özümün bu gün imkanım yoxdur ki, bu kişinin balasına baxın, başa düşdünüz. Nə də ki, buradakı oğlanların. Düzdür, qardaş kimi gözümüz çatan nəyisə eləyəcəyik biz, nə bilim, dəstək olacaq. 1 döyül, 2 döyül, nə qədər qazi dünyasında yaşayacaq bundan sonra? Qazi Kənan Aşurovun bıçaqla özünə qəsd etdiyi bildirilir.